Və bundan sonra Şeyx Rahiməhullah keçir ikinci müqəddiməyə. Deyir ki, Allah sənə rəhm eləsin, bil ki, hər bir kişi və müsəlmanın üzərinə bu üç məsələni öyrənib ona əməl etmək vacibdir. Və bu məsələlər təkcə kişilərə vacib deyil, qadınların da öyrənməsi vacibdir. Və bu da qardaşlar, bugünkü günümüzdə bir çox müsəlmanlarda olan naqisliklərdəndir. Məsələn, baxırsan ki, qardaşlar, əlhəmdülillah, elm məclislərinə gedirlər, dərslərdən faydalanırlar, ən azından açırlar internetdən dərslərə qulaq asırlar. Lakin ailələrini ihmal edirlər, ailələrinin elm öyrənməsini, onların dindən nəsə, uşaqlarının, həyat yoldaşlarının nəsə öyrənmələri üçün bir səy göstərmirlər, çalışmırlar. Və sən onlara görə cavab verəcəksən. Allah Teala buyurur ki, qu enfusakum və əhlikum nara, özünüzü və ailənizi cəhənnəm ateşindən qoruyun. Demək ki, təkcə özünüzü qoruyun. İnsan onlara görə də cavabdehdir. Necə ki, Rasulullah s.ə.v buyurur ki, kullukum ra'in və kullukum məs'ulun an ra'iyyəti. Hər biriniz başçısınız, hər bir başçı da əlinin altında olanlardan sorumludur. İnsan onlara görə cavabdehdir. Allah azə və cəllə səni sual çəkəcək. Onlara necə baxdın? Rasulullah s.ə.v vida xütbəsində bilirsiniz, vida xütbəsində Peyğəmbər s.ə.v ən önəmli nöqtələrə toxunur. İslam dinində ən vacib, ən önəmli məsələlərə toxunur. Tövhiddən başlayır və tövhiddən danışır, şirkdən danışır və digər önəmli məsələlərdən və orada da toxunduğu məsələlərdən biri nə olur? Zövcələrinizə qarşı deyir, diqqətli olun, sizə Allahın vəsiyyəti olaraq, yəni sizə onları vəsiyyət edirəm, onları siz Allahın əmanəti olaraq aldınız deyir. Allahın əmanəti olaraq aldınız. Yəni Allah Azə və Cəllə əmanət sahibi kimdir? Aləmlərin Rəbbi olan Allahdır. Məsələn, sən bir müsəlman qardaşından bir qardaşın getirir sənə bir əmanət buraxır. Məsələn, telefonu, ya vaxt maşınını. Deyir ki, mən səfərə gedirəm, maşınım qalsın sənin qapında. Səfərə çıxıram. Neyəcəksən? Çadırı öz maşının yox, müsəlman qardaşının maşının üstünə çəkəcəksən ki, birdən sızılar, bir şey olar, maşına zərər toxunar. Əmanətdir. Müsəlman qardaşımın əmanətidir. Düzdürmü? Mənimkinə nə olar? Olar. Əsas qardaşımın əmanətinə bir şey olmasın. O qardaşın kimdir? Sənin kimi bir insandır, bəşərdir. Amma təsəvvür elə bu əmanətin sahibi səni yoxdan var edən, aləmlərin Rəbbi olan Allahdır. Yəni o, sən bir müsəlman qardaşına hesab verməkdən qorxduğun üçün neysə bu əmanəti qoruyursan. Yaxşı, Allahın əmanətinə necə cavab verəcəksən? İnsan diqqət etməlidir və qadınların da elm öyrənməsi, insan əlinin altında olan qadınların da elm öyrənməsi üçün səy göstərməlidir, çalışmalıdır.